çox belə qəribə Baba nəvəsini öpüb qucaqlayır. Elə bir ştatistçidir, bunlar təyin olunublar. Bu bunların borcudur, borcudur. Bunlar eləməlidir və bizi aldığına çatmalı. Bu belə düşünürlər. Bir çoxu məhz elə düşünür ki, məsələn, Tofiq Yaqublu, məsələn, digər bir başqa müxalifətçi, bu sənə həvalə olur və sən bu işi eləməlisən. O çox qəribə və bu düşüncənin ucbatından bu yerlərdir. Mənim gələcəyim, ümidim, arzum bundan ibarətdir ki, mən bir gün azad demokratik Azərbaycanda yaşayım. Və mən çox inanıram. Mən özümü çox ağıllı adam saymıram, amma hər halda səfeh də saymıram ki, məsələn, mən mənasız bir işin dalına düşüb gedəsi deyiləm. Mən özümü o qəbildən insanlardan hesab edirəm. Mən əminəm ki, bu bizim mübarizə qələbi ilə sonuçlanacaq və bunun yaxınlarda olacağına inanıram və bunun üçün çalışıram. Amma hər halda ən pis variantda belə bunu mənim həyatıma çatacağına əminəm. Mən bir o günü görüm ki, Azərbaycanda həqiqi, demokratik bir seçki keçirilir və xalqın seçdiyi hakimiyyət sorulacaq. Düşünürəm ki, Baba nəvəsini öpüb qucaqlayır. Həm iqtisadi planda, geopolitik planda, Qarabağla bağlı, hər şey ona bağlı, mən düşünürəm.